Xaçmazın Tikanoba kəndində sakinlərin yolsuzluq problemindən danışacağıq. Sakinlər uzun müddətki yolsuzluq problemindən əziyyət çəkirlər. Yollar elə vəziyyətdədir ki, kəndlilər məhsullarını bazarlara da çıxara bilmirlər. Aidiyyatı qurumlar isə problemi görməzdən gəlirlər. Daha ətraflı növbəti sujetimizdə. Xaçmaz rayonunun Tikanoba kəndindəyik. Uzun illərdir ki, bu kəndin yolları baxımsız vəziyyətdədir. Xüsusilə yağışlı, qarlı günlərdə küçələr bax beləcə keçilməz olur. Yüzlərlə sakinin yaşadığı yaşayış məntəqəsinin sıradan çıxan yolu həm piyadaların, həm də sürücülərin narahatlığına səbəb olur. Sakinlər deyir ki, qışda palçıq əlindən, yayda isə toz torpaqdan burada hərəkət etmək mümkün deyil. Uzun illərdə əsaslı təmir olunmayan yol sakinlərin gündəlik həyatına ciddi maneələr törədir. 500'e yaxın sakinimiz var. 140 təsərrüfatımız var. Axı gəlib çıxan qonağımız, gediş-gəlişimiz böyük kənddir. Yolsa 30-35 ildir. Bu vəziyyətdədir. Yolun uzunluğu təxminən 5 kilometr olsa da bu qısa məsafəni getmək elə də asan deyil. Çala-çuxurlu gölməçələri çevrilən yol avtomobilləri sıradan çıxarır, həm vaxt itkisinə, həm də əlavə xərcə səbəb olur. Balot alır, göllər əmələ gəlir, maşınlarımız sıradan çıxır. Əvvəllər 5 kilometr 8 dəqiqə, 10 dəqiqə evə gəlirdi. İndi bir daha saat yarım, 1 saat. Sakinlər deyir, yararsız yol səbəbindən nə məhsullarını bazara çıxara bilirlər, nə də alıcı kəndə gəlir. Gələndə də min bir zəhmətlə yetişdirdikləri məhsullarını məcbur qalıb dəyər dəyməzə satmaq məcburiyyətində qalırlar. Masaldan gəlir, Lənkərandan gəlir, şaftalıdır, pomidor aparmaq üçün. Gelirik, xahiş edirik. 8 manatı oradasa biz veririk 6 manatı. Kəndə də gələndə qiyməti ucuz. Həm meyvəmizi satmağından, həm gidiş-gəlişdən xərcimizi çoxaltır. Maşını buradan verib pul verib gitməyə 25 manat verməliyim ki, rayona çıxa bilim. Nərəcanda meyvə məhsulu tarası 10 manatsa, bizdə 6 manatdır. Yola görə. Məsələ ilə bağlı Avtomobil Yolları Dövlət Agentliyindən bildirildi ki, Xaçmaz rayonunun Tikanoba kəndinin yolunun yenidən qurulmasına bağlı təkliflər hazırlanaraq aidiyyət üzrə təqdim olunub. Həmin təkliflər əsasında yolun yenidən qurulmasının investisiya proqramına daxil edilməsi nəzərdə tutulur. Proqrama daxil edilən kimi də tərəfimizdən həmin yolun əsas şəkildə yenidən qurulması işləri icra olunacaq. Qeyd edək ki, təmirə ehtiyacı olan kənd yolunun uzunluğu cəmi 5 kilometrdir. Emin Vaqifoğlu, Fidan Səfər, Spois xəbər, Xaçmaz.